Yunusun səsi, dənizin əbədi nağılı qədim Azərbaycanın mavi səmasının altında, Xəzər dənizinin ucsuz-bucaqsız sahillərində yerləşən Qızılqum kəndində həyat 1000 illik ənənələrin, ataların hikmətinin və insan ruhunun ən dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dənizin üfüqündə doğan qızılı günəş şüaları sərin dalğaların ritmində kəndin dar daş yollarını oyadır, qumlu sahildə yığılmış qədim izləri və torpağın zəngin, duzlu ətirini insanlara təqdim edirdi. Lakin bu gözəlliklər arasında kənd sakinlərinin qəlbində təkcə ümid və sevgi deyil, bəzən itirilmiş nəzarət, kədər və duyğuların qarışıqlığı da öz yerini tapırdı. Kəndin sakinləri üçün ən qiymətli xəzinə maddi sərvətlərdə deyil, atalarının bizə buraxdığı dəyərlərdə idi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Nəsildən nəsilə ötürülən bu müqayisə olunmaz dəyərlər hər kəsin qəlbində iz buraxır, həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa səbəb olurdu. Qızılqum kəndinin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dardaş yollarında, köhnə evlərin səssiz divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə belə deyirdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o Yunusun səsi bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inam və güclü ruhun toxuması kimi dərin izlər buraxırdı. Kəndin dinc və sakit həyatı, Xəzərin üfüqündə üzən dalğaların səsi, qumlu sahilin isti küləkləri və qədim ağacların fısıldadığı nağıllarla müşayiət olunurdu. Lakin zamanın axışı bəzən insanın öz həyatında nəzarəti itirməsinə, ürəyində sarsılmış duyğuların və qaranlıq kədərin çöküşünə səbəb olurdu. Murad, bütün bu hissləri dərindən hiss edərək, həyatının mənasını tapmaq və qəlbində yanan o müqayisə olunmaz işığı yenidən işıqlandırmaq üçün öz iç dünyasına səyahətə çıxmağa qərar verdi. Bir bahar səhəri Murad Əqürur adlı atı üzərində, kənddən kənara, Xəzərin mavi sularına doğru uzun bir yolculuğa çıxdı. O, günəşin ilk şüaları ilə dağların sərin havasını dərindən içinə çəkərək uzun qumlu sahildə addımlayırdı. Hər addımında atının ritmi ilə o, həyatın incə sirlərinin, torpağın, dənizin və meşələrin danışdığı hekayələri dinləyirdi. Qızılqumun dardaş yolları sanki keçmişin ağır xatirələrinin, unudulmuş arzuları və sarsılmış ümidləri özündə saxlayırdı. Lakin Murad, atalarının eşq dolu nağıllarını ürəyində daşıyaraq, hər addımda yeni başlanğıclar yaratdığını hiss edirdi. Muradın yolculuğu zamanı qarşısına çıxan mənzərələr, Tolstoyun romanlarındakı kimi geniş və dərin təsvirlərlə bəzənmişdi. O, Xəzərin səthində parlayan günəş şüaları ilə dənizin sərin dalğalarının ritmini seyr edərkən, hər bir dalğanın içində itirilmiş sevgi və unudulmuş ümidin sədasını eşidirdi. Bir az sonra o, dənizin yaxınlığında, sanki dərin mavi suların arasında yunusların sərbəst və qürurlu üzdüyünü gördü. Yunus, onun üçün təkcə dənizin canlı təcəssümü deyildi, o, həm də həyatın sarsılmaz ümidinin, sevginin və təbiətin inkubasiya prosesində doğan müqayisə olunmaz gücünün simvoluna çevrilmişdi. Murad, Yunusun səsinin, onun sərbəst və qürurlu hərəkətlərini izləyərkən, qəlbində sarsılmaz bir inam və ümid hiss etdi. O, həyatın hər anı inkubasiya prosesidir, hər acı, hər kədər, içimizdə yeni ümidlər və müqayisə olunmaz dəyərlər doğurur, deyərək, öz iç dünyasında yeni bir başlanğıc yaratmağa qərar verdi. Yunusun dəniz üzərində sərbəstcə üzməsi ona həyatın nə qədər möcüzəvi və müqayisə olunmaz olduğunu, hər kədərin və acının içində doğan ümid işığının sarsılmaz gücünü xatırlatdı. Muradın bu səyahəti yalnız fiziki bir yolculuq deyildi, o, həm də insanın öz iç dünyasında, qəlbindəki səsi dinləməklə itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapma prosesinə çevrildi. Gecələr, ulduzların sönük işığında qoca evlərin divarlarının, palıd ağaclarının fısıldadığı nağılları və dənizin sərin sədasını dinləyərək, o, həyatın hər anında, hər çətinliyində, qəlbində yanan o müqayisə olunmaz ümid işığını tapmağa çalışırdı. Hər bir nəfəsində o, atalarının eşq dolu nağıllarının, dərin dəyərlərin və sevginin sarsılmaz gücünün təcəssümünü hiss edirdi. Qızılqum kəndinə qayıtdıqdan sonra Murad bu dərin təcrübəni və həyatın inkubasiya prosesində doğan müqayisə olunmaz ümid işığını kənd sakinləri ilə bölüşmək üçün Qəlbin Səsi adlı bir layihə başlatdı. Layihənin məqsədi, hər kəsin öz iç səsini dinləməsi, atalarının eşq dolu nağıllarını yenidən canlandırması və həyatın hər çətin anında belə qəlbdə yanan o müqayisə olunmaz ümid işığını tapması idi.
Layihə çərçivəsində kəndin bütün sakinləri sosial iclaslarda, ailə evlərində və bazarlarda bir araya gələrək keçmişin ağır xatirələrini, itkiləri və qaranlıq anları bölüşdülər, lakin eyni zamanda hər kəs öz qəlbində yeni ümid və müqayisə olunmaz dəyərlərin doğuşunu hiss edərək gələcəyə dair planlar qurdu. Bu layihə Qızılqum kəndində yalnız maddi inkişafı deyil, həm də mənəvi yenilənməni təmin etdi. Müəllimlər məktəbdə uşaqlara Yunus Əvun dənizdəki sərbəst və sarsılmaz hərəkətlərindən ilhamlanaraq həyatın hər anının inkubasiya prosesi olduğunu və hər acının, hər kədərin içimizdə yeni ümidlər doğuracağını öyrədirdilər. Yaşlılar isə öz keçmiş təcrübələrini və atalarının eşq dolu nağıllarını gənclərə danışaraq onlara həyatın çətin anlarında belə qəlbdə yanan o müqayisə olunmaz ümid işığının nə qədər qiymətli olduğunu izah edirdilər. Hər kəs bu layihə vasitəsilə həyatın ən dərin kədərindən sonra belə qəlbində yanan o müqayisə olunmaz ümid və sevgi işığını itirmədən öz nağıllarını yenidən yazmağa başladı. Murad Qürur adlı atı ilə keçdiyi uzun yolculuqda hər addımda, hər nəfəsindən insan ruhunun dərin qatlarından doğan o müqayisə olunmaz gücü hiss edirdi. O, Qürur Əvun sürətli addımları ilə keçdiyi hər daşda, hər yarpaqda atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini görürdü. Bu, ona həyatın nə qədər möcüzəvi və müqayisə olunmaz olduğunu, hər kədərin, hər acının öz içində yeni ümidlər və müqayisə olunmaz dəyərlər doğurduğunu bir daha sübut edirdi. Zamanla Qəlbin Səsi layihəsi kəndin hər küncündə, hər evində və hər ürəyində öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində, məktəblərdə və bazarlarda insanlar öz aralarında atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini bölüşürdülər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Kəndin mədəniyyətində, istehsalında və ictimai həyatında Yunus Əvun dənizdə sərbəst hərəkət etməsi kimi hər kəs öz həyatında da sərbəst, güclü və sarsılmaz bir ümid və sevgi işığı tapırdı. Bir neçə il sonra Qızılqum kəndi yalnız maddi inkişafın və modern texnologiyaların gətirdiyi yeniliklərlə deyil, eyni zamanda atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərin, sevgi və mərhəmətin sarsılmaz təcəssümü kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o müqayisə olunmaz ümid və güc işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızılqum kəndinin hər bir sakinin qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş dastanını ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini heç vaxt unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Qızılqum kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, qəlbdə yanan sevgi və inam işığını və Qəlbin Səsi layihəsinin gətirdiyi yenilənməni ürəklərində saxlayaraq həyatın hər çətin anını sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Qızılqum kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxdı. Hər kəs atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və qəlbdə yanan o müqayisə olunmaz ümid işığını unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Hər kəs həyatın hər anında, hər çətinliyində qəlbində yanan o müqayisə olunmaz işığı, o atalarının eşq dolu nağıllarında hər kədərin, hər acının ardında doğan təzə ümidin sarsılmaz təcəssümü eşidərək öz nağıllarını yenidən yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi.
Beləliklə, Qızılqum kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və sevgi dolu nağılları ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızılqum kəndinin hər bir sakini, qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin gətirdiyi dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini heç vaxt unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edir. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Qızılqum kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla davam etdirdi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər.